Salam, hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları. Öncəliklə Ulu Öndər Heydər Əliyev və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Şəhidlik ən müqəddəs və ən uca zirvə. Şəhidlik, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir. Nəsildən nəslə ötürülür. Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı yurdumuzun bütövlüyü üçün canlarından keçməyi, özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gələn qeyrətli vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək həyat amalımız olmalıdır. Belə oğullardan biri də Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Aprel və Tovuz döyüşləri qəhrəmanı şəhid mayor 3-cü dərəcəli vətənə xidmətə görə ordenli Anar Novruzovdur. Akula ləqəbli kəşfiyyatçımızın şərəfli həyat yolunun gənclərə, gələcək nəsillərə örnəkdir. Döyüş dostlarının dediyinə görə tabiliyində olanda əskərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit Anar Novruzov çətin məqamlarda yüz ölçüb bir biçməyi üstün tutarmış. Xidməti ərzində heç kimdən təmənna ummayıb. Anar Novruzov müxtəlif illərdə Azərbaycan Respublikasının prezidenti adından Müdafiə Nazirinin qüsursuz xidmətə görə 1-ci, 2-ci, 3-cü dərəcəli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə ictimai, siyasi və mənəvi psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə fəxri fərmanlarla təltif edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə orden ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədi ilə qəsəbədəki küçələrdən birinə şəhidin adı verilib. Vaxtilə yaşadığı evin qarşısında büstü qoyulub.
ailəli idi, 2 övladı yadigar qalıb. Bugünkü tədbirimizdə şair, publisist, Yeni Azərbaycan Partiyasının üzvü, prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güləmayıl Muradın Azərbaycan Respublikasının qəhrəman şəhidi Mayor Anar Novruzova həsr olunmuş Akula ləqəbli kəşfiyyatçı adlı kitabının təqdimatına toplaşmışıq. İlk sözü Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanova veririk. Buyurun. Salam, hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları. İlk öncə gələn qonaqlara dəvətimizi qəbul edib gəldiyi üçün öz təşəkkürümü bildirirəm. Çox sağ olun deyirəm. Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmadağın etdi. Tarix yazdılar. Ali başkomandanın rəhbərliyi altında xalqın dəstəyindən güc alan mərd oğullarımız qısa müddət ərzində tarixi torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu döyüşlərdə şəhadətə yüksələnlər də oldu. Müqəddəs amal uğrunda şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də Anar Novruzov oldu. Bu yaxında biz onun 49 yaşını qeyd etdik. Anar Novruzov bundan sonra da qəlbimizdə yaşayır, yaşayacaq da. Şəhidləri anmaq, onlara daim qəlbimizdə yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. Və biz bundan sonra da bu kimi tədbirləri Anar Novruzovun timsalında bütün şəhidlərimizin qəlbimizdə anacağıq və onların müqəddəs ruhlarını daim əziz tutacaq. Demək, bura toplaşılmaqda məqsədimiz həm də şair, publisist, prezident təqaüdçüsü Azərbaycanın Yazıçılar Birliyinin üzvü Güləmayıl Muradın Anar Novruzova Akula ləqəbli kəşfiyyatçımız adlı kitabın təqdimatını etməkdir. Güləmayıl xanım öz yaradıcılığında sözünü demiş bir yazıcıdır. Neçə kitabların müəllifidir. Kitabda Anar Novruzovun həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan, vətənə olan sevgisindən, doğmaların xatirələrindən bəhs edilir. Güləmayıl xanıma və onunla birlikdə təşrif quran hörmətli ədiblərimiz Əsəd Cahangirə və İlnur Uğura gəldikləri üçün təşəkkür edirəm. Onlara yaradıcılığında uğurlar arzulayıram. Bununla yanaşı tədbirimizə gələn bütün qonaqlara xoş gəlməsini istəyirəm, hər birinizi xoş gördük. Həmçinin Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru Ceyhun müəllimə də öz təşəkkürümü bildirirəm. Tədbirin təşkilində bizə yaxından göstərdiyi köməkliyə görə minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevdir. Buyurun. Çox hörmətli tədbir iştirakçıları, bizim qiymətli, dəyərli qonaqlarımız, şəhid ailəsinin üzvləri, qazilərimiz və bizim üçün bugün tədbirin təşkil olunmasında əvəzsiz qiymətlər olan bizim qiymətli yazarlarımız, hamınızı ürəkdən salamlayıram. Bizim hörmətli ağsaqqalımız Ələşrəf müəllimi də, Əsəva müəllimi də ürəkdən salamlayıram və bu tədbirin təşkil olunmasına görə, bu təqdimatın təşkil olunmasına görə əməyi olan, zəhməti olan hər bir kəsə xüsusi minnətdarlığımı bildirir. Təbii ki, bura toplaşmağımızın kökündə həm kitabın təqdimatı, həm də bu kitabın yazılmasına səbəb olan bizim qiymətli şəhidimiz Anar müəllim durur. Mən bəzi insanlardan fərqli olaraq Anar müəllimdən en sayılı hərbi hissədə çiyin-çiyinə olmuş bir adamam. Bəlkə də çoxlarının bundan məlumatı yoxdur. Üstədə müəllim bilir, məlumatlıdır. Mən Minatan Batareyanın komandiri 2-ci eşolunda xidmət edərkən rəhmətli həmin hərbi hissəyə kəşfiyyatçı kimi gəldi və həmin hərbi hissədə olanda bizim həm yerlimiz Natiq Yəhyayev də həmin hərbi hissədə qərargah rəisi vəzifəsində çalışır. Çox az müddətdə biz bir yerdə xidmət elədik və mən fikrimi sizə necə anlatmaq istəyirəm və onu ümumiləşdirməyə çalışıram. Yəni biz görmüşük ki, insan xəta eləyər, bu məqbul hesab olunmaz. Amma
vətənin mənafeyinə, vətənin xeyri üçün bütün nə eləyirsən el, yaxşı və ya pis, hamısı məqbul hesab olunur. Yəni, hörmətli bizim dəyərli şəhidimiz həmin anda sanki mənim gördüyüm müşahidələrimdən görürəm, heç vaxt maca arasına sığışmırdı. Daim çağlayırdı və bu çağlamaq da onun qısa müddət ərzində, yəni briqada ona Rəsul müəllimidir bizim hərbi hissənin komandiri həmin vaxtda və çox çətin bir dövrlə, çətin bir proseslə, yəni o özünün nəhayət ki birbaşa birinci xəttə, birinci eşolana göndərilməsə nail ola bildi. Yəni, mən bunu həmişə qeyd eləmişəm, biz şəhidlərimizin şəkillərini bir araya düzüb onların simasına tamaşa edəndə sanki onların üzlərində xüsusi bir nurun olduğunu müşahidə edirik. Və həmin nur da Allah tərəfindən o insanların seçilməsi kimi dəyərləndirə bilər. Yəni, bu fikrimlə onu deməyə çalışıram ki, Anar müəllim də Allahın bu seçilmişlərindən idi. Ona görə o öz durduğu yerdə qala bilməzdi və nəhayət biz bunu bilirik. Sizlərlə birlikdə 2020-ci ilin iyul hadisələrində vətən naminə, xalq naminə, millət naminə düşünmədən öz həyatlarını fəda elədilər. İndi sözün açığı mənə bu tədbir deyildi, Anar müəllimlə bağlı bir tədbirdir, amma kitab təqdimatının olmağını mən bilmirdim. Yəni ki, bilsəydim kitabla tanış olub, yəni kitabın haqqında da bir neçə fikir ifadə eləməyə çalışardım, amma görünən kəndə bələdçi lazım deyil, bizim qiymətli yazarlarımız tanınmış, sayılıb seçilən yazarlardır və belə demək mümkünsə Yusuf Peyğəmbər haqqında film çəkiləndə digər Peyğəmbərlərdən daha rahat oldu. Ona görə onun senarisi özü Quranda var. İndi kitabın sujet xəttində mən hesab edirəm ki, Anar müəllim özü onsuz da bu sujeti hazır şəkildə təqdim edibdir öz həyat fəaliyyətindən. Düşünürəm ki, sadəcə o detalların bir yerə yığılmasında bizim qiymətli yazarlarımız kifayət qədər əziyyət çəkiblər. Amma nə olursa olsun, elə kitabın yazılmasında şəhidimiz özü həmişə olduğu kimi yenə bizə, mən düşünürəm, indi fikrim biraz hədəqəsindən çıxmasın, üzürlü hesab edeyim. Yəni, məlumatsız olduğuma görə mən məcburam ümumiləşdirilmiş qaydada fikirlərimi ifadə edeyim. Yəni, bu nöqteyi nəzərdən əminəm ki, mükəmməl bir kitab alınıb, mükəmməl bir əsər alınıb və mən böyük məmnuniyyətlə həmin kitabı əldə edib tanış olacağım və bu kitabın ərsəyə gəlməsinə görə yenə bir daha bizim hörmətli yazarımıza qeyd olundu, özü də Yeni Azərbaycan Partiyasının üzvüdür. Yəni, təbii ki, Yeni Azərbaycan Partiyası sırasında olmaq özü elə vətənə, millətə xidmət eləmək anlamına gəlir. Yəni, Cənab Prezidentimizin təbirincə desək, Yeni Azərbaycan Partiyasının sırlarında olmaq bizə əlahidə bir status və yaxud da ki, hüquq vermir. Əksinə, vətənə, millətə xidmət eləmək, gecəli gündüzlü xidmət eləmək şəraiti verir. Ona görə də mən bir daha hörmətli yazarımıza minnətlarımı bildirirəm və məşhur bir şeir var Səməd Ruhunun. Ölüm sevinməsin qoy, ömrünü vermir vəda. El qədrini canından da əziz bilənlər şirin bir xatirə tək qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək görənlər. Bizim şəhidlərimiz ölməyiblər. Bizim şəhidlərimiz daim yaşayırlar, daim bizim qəlbimizdədirlər. Onlar vətənini, milləti, xalqı sevərək canlarını fəda elədilər və onlar daim sevilərək, daim əziz tutularaq qəlbimizdə yaşayacaqlar. Təbii ki, biz 2020-ci ildə vətən müharibəsi bizim bir möhrümüzdür, bizim bir dünya üzərində, dünya prosesində bizim bir meyarımızdır. Amma bu yol 2010-cu ildən əsasən başlanılıb, Barış İbrahimovun şəhadəti ilə. Ondan sonraki dövrdə biz aprel hadisələrini bilirik, ondan sonra Naxçıvanda günlük hadisələrini bilirik və nəhayət 2020-ci ilin artıq son nöqtəsi oldu. İyul hadisələri, xüsusilə də iyul hadisələrində baş verən prosesdə xüsusi olaraq bir möhür vurdu. Niyə möhür vurdu? Çünki orada şəhid olan insanlar hamısı xüsusilə seçilən insanlardır. İstər rəhmətli generalımız, istər polkovnikimiz, 2 mayorumuz, 1 baş leytenantımız, 2 gizirimiz, 3 çavuşumuz və 2 əskərimiz orada qəhrəmancasına şəhid oldular. İndi mən onların adını bir-bir çəkib sizə vaxtınızı almaq istəmirəm, çünki onların adı
hər biri mən düşünürəm ki, Azərbaycanın vətəndaşının qəlbinə əbədi yazılıdır. İstər Həyyam Daşdəmirovdan, ən sıravi əskərimizdən, ta ki, ən böyük general-mayor Polad Həşimova qədər əbədiyyən bizim qəlbimizdə yaşayacaqlar. Mən təbii ki, səhv eləməsəm Cabir Novruzun sözüdür ki, sağlığında qiymət verir insanlara. Belə bir məşhur şeir var. Bu gündə bizim hər birimizin, xüsusilə bizim yazarlarımızın, bəzən mənim də qulağım çalır ki, nə bilim, o belə gəldi, bu belə getdi, tamamilə belə deyil. Bizim şəhidlərimiz qədər biz yazarlarımıza, yazıçılarımıza, şairlərimizə də qiymət verməliyik. Çünki bu günləri kimsə ədəbiyyatdan, poeziyadan, nəsirdən məlumatı olmayan insanlar ona adı qəbul edə bilər. Amma əmin ol ki, 30 il, 40 il, 50 il, 100 il sonra bu yazılanlar Azərbaycan xalqının bir pasportuna çevriləcək. Mühüm bir dövlət sənədinə çevriləcək ki, bu yazılanlar, söylənilər. Ona görə mən düşünürəm ki, vətən müharibəsi, ümumiyyətlə xalq millətə canını əsirgəyən şəhidlərimiz qədər də bizim yazıçılarımız əziyyət çəkirlər. Bu yolda onlara bir daha uğurlar arzu edirəm və xahişim odur ki, yorulmasınlar. 1000 adam başa düşməsə, sizi bir nəfər də başa düşsə, mən düşünürəm ki, bu sizin ilhamınıza kifayət edəcək. Çünki aydın məsələdir, vaxtıyla İmadəddin Nəsimi də qəzəllərini yazanda onun dərisini diri-diri soyurlar. Amma bu günləri bütün bəşəriyyət adeta İmadəddin Nəsiminin yazdıqlarına təzim edir ki, nə qədər böyük kəlamlar, nə qədər böyük əsərlər işlədiblər. Mən Süzədi müəllim, başda siz olmaqla hörmətli bacıma bir daha Allahdan səbir diləyirəm. Yəni sizin başınız daim dik olacaq. Təkcə sizin deyil, bütün masalların, bütün Azərbaycan xalqının başını dik tutması üçün anar öz həyatını fəda edib, onunla bərabər şəhidlərimiz fəda edib və nə olursa olsun bu yiğidlər, bu insanlar Azərbaycan xalqının bizim qəlbimizdə əbədi yaşayacaqdır. Mən vaxtınızı çox almaq istəmirəm. Əgər biraz müəyyən məsələlərdən kənara çıxdımsa üzürlü hesab edin və son olaraq onu diqqətə çatdırmaq istəyirəm ki, bu son deyil. Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin qarşısında bundan sonra çox mühüm, böyük vəzifələr durur. Biz birlikdə necə 2020-ci ildə dəmir yumruq olaraq düşmənin başını əzdiksə, torpaqlarımızı, azadlığını təmin elədik, suverenliyimizi bərpa elədiksə, bundan sonra xüsusilə gənclərə üzümü tutub deyirəm ki, qarşımızda daha böyük hədəflər var. Bizim qarşımızda duran hədəflərimiz Zəngəzur, bizim qarşımızda duran hədəflərimiz Qərbi Azərbaycan, bizim qarşımızda duran hədəfimiz bütöv Azərbaycandır. O halda şəhidlərin ruhu bizi bağışlayacaq, o halda şəhidlərin ruhu bizdən razı qalacaq ki, bax bu qarşıda duran vəzifələrin həyata keçirilməsinə Müzəffər Ali Başkomandan Cənab İlham Əliyevin rəhbərliyi altında nail olar. Hamınıza minnətdaram, Allah şəhidlərimizi rəhmət eləsin, eşq olsun Azərbaycana. Sağ olun.
şəkillər Dünyanı heyrətə salan olur Azadlıq uğrunda yalan olur Dönüb güləşlərə qalan olur Unutma olarmı sizi şəkillər Unutma olarmı sizi şəkillər Dərdi köksünüzün namərd gülləsi Döndü dilinizdə vətən nəğməsi İndi ağlarım ahımın ələsi Axan gözlərimin yaşı şəkillər Gün kimi doğuldun nurlu səhərdən Almısan dərsini ulu öndərdən Sən qürurumuz, sən şanımız Müzəffər Alibaş komandanımız Sən qürurumuz, sən şanımız Müzəffər Alibaş komandanımız Dünyanı mat koyup kamalın senin Bozulmaz inşallah celalın senin Senle koşa olsun mehribanımız Müzəffər Alibaş komandanımız Senle koşa olsun mehribanımız Müzəffər Alibaş komandanımız Ey əskər libası, ey boyu çinar Ne güzel yaraşır sənə bu vüqar Gül çiçekler açsın dört bir yanımız Müzəffər Alibaş komandanımız Ey əskər libası, ey boyu çinar
ne güzel yaraşır sana bu vüqar. Gül çiçekler açsın dört bir yanımız, Müzəffər Alibaş komandanımız. Bir zəfər müjdəsi gətirdin hər gün, sərkərdə borcunu bitirdin hər gün. Qalmadı yerlərdə şəhid qanımız, Müzəffər Alibaş komandanımız. Qalmadı yerlərdə şəhid qanımız, Müzəffər Alibaş komandanımız. Zəfər müjdəsi tək çağladın əstin, düşmənin yolu hər yandan kəstin. Bədəndə ruhumuz, səndə canımız, Müzəffər Alibaş komandanımız. Bədəndə ruhumuz, səndə canımız, Müzəffər Alibaş komandanımız. Ey əskər libası, ey boyu çinar, ne güzel yaraşır sənə bu vüqar. Gül çiçekler açsın dört bir yanımız, Müzəffər Alibaş komandanımız. Ey əskər libaslı, ey boyu çinar, ne güzel yaraşır sənə bu vüqar. Gül çiçekler açsın dört bir yanımız, Müzəffər Alibaş komandanımız. Müzəffər Alibaş komandanımız. Azərbaycan Partiyasının üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güləmayıl Murada verilir. Buyurun. Səslənən musiqinin müəllifi də Güləmayıl Murad xanımdır. Buyurun. Əvvəla, masalının füsunkar gözəlliyində hər kəsi salamlayıram və bu tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin, Masallı Rayon Mədəniyyət Mərkəzinə, eləcə də Masallı Rayon İcra Hakimiyyətinin başçısı və kollecin rəhbəri olan Rövşən müəllimə və buradakı hər bir kəsə öz minnətdarlığımı bildirirəm və gələn ayaqlarınıza vaxt ayırıb, zaman ayırdığınız üçün sizlərə minnətdaram. Eyni zamanda mənlə gələn Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzinin sədri, böyük tənqidçimiz, yazarımız, şairimiz Əsəs Cəhəngirə də öz minnətdarlığımı bildirirəm. Bizim ən istedadlı gənc şairlərimizdən olan Elnur Nura, prezident təqaüdçüsü, bir neçə mükafatlar laureatı olan şairimiz, müəllimimiz Elnur'u da minnətdarlığımı bildirirəm və mən şəhid ailələrinin, bütün şəhid ailələrinin bacı və qardaşlarına, ata və analarına səbir diləyirəm Allahdan. Mən Tovuz döyüşlərini yazanda mənim gözəl qardaşım, mən hər kəsə elə bir ürək arzulayıram. Sücəddin Novruzov kimi qardaşa, Sücəddin Novruzov kimi ataya, Sücəddin Novruzov kimi Azərbaycanın böyük oğluna alqışlayıram ki, mən Tovuz döyüşləri haqqında yazanda o bizə gəldi. Dedi Güləmay xanım, istəyirəm ki, qardaşım Novruz, Anar Novruzovun 45 yaşı tamam olacaq. Onun haqqında bir kitab hazırlayacaq. Var ol sən qardaşım. Dedim, vallahi mən yazmaya bilmərəm, çünki siz gəlmişsiniz. Onda mən Tovuz döyüşləri kitabını hazırlayırdım. Eləcə, çünki Novruz, Anar Novruzovla birlikdə şəhid olan General Polad Həşimov, İlqar Müzəyev
Novruz, Anar Novruzov, Namiq Əhmədov, Yaşar Babayev və 12 şəhidimiz Tovuz döyüşlərində, Ağdam kəndi istiqamətində, mübariz zirvəliyində şəhid olmuşlar, 6-sı bir yerdə. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mən o zirvəyə getdim və Allah rəhmət eləsin şəhidlərimizə, generalımıza və hər bir kəsin qanı tökülən yerə gül düzdük. Məkanları cənnət olsun. Və onu deyirəm ki, müəllim kollektivini istəyirəm ki, bir müəllim şeirindən, yəni bu şəhidlərimizə də müəllim olan və vəzifəsindən, şəxsiyyətindən asılı olmayaraq müəllim olan hər bir kəsi, eləcə də ulu öndərimiz çox gözəl demişdi ki, müəllimdən başqa mən ən yüksək yad tanımıram. Zirvəsindən enən deyil, bir ateşdir sönən deyil, bugünümdür dünən deyil müəllim. Yada salba bozqurdu, öyrədir ki, sevirdin yurdu, şagirdləri ordu müəllim. Sasındakı dən gözəldir, yoxdur ona tən gözəldir. Deyir ki, müəllim gözəldir, deyir ki, vətən gözəldir, müəllim. Kim anatay ona bağdır, canlı yazıdır, kitabdır, ən müqəddəs bir kitabdır, müəllim. Ən müqəddəs kitab olan müəllimin hamısını alqışlayıram, var olun sizlərin. Və bu gözəl günü bizlərə bəxş edən Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Başkomandanımız başda olmaqla bütün qəhrəman evladlarımıza öz minnətdarlığımı bildirirəm. Və şəhidlərimizin məkanı cənnət olsun, nur içində yatsınlar. Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçən şəhidlərimiz torpaqda çiçəyə döndünüz. Siz cənnətdə bəyə döndünüz, sinəndə ürəyə döndünüz şəhidlərim. Bu torpaqda qanınız var, adınız var, sanınız var, bir Azərbaycanınız var. Şəhidlərim, şəhidlərim, bir Azərbaycanlı öz canı, qanı uğrunda müdafiə edən şəhidlərimizin məkanı cənnət olsun. Müqəddəs ruhunuz uçdu göylərə, Tanrı ağışını aldı sizləri. Ən müqəddəs istəkli mələklər kimi cənnət bağçasına saldı sizləri. Bilirəm, məhsud dindi ruhunuz, zəfər təntənəli devrandır bugün, Şuraya sancılır vətən bayrağı, Qarabağım Azərbaycandır bugün, Qarabağım Azərbaycandır deyən dilləriniz var olsun. O sinəsi dağlı, vətən sağ olsun deyən anaların əllərindən öpürəm, bacıların gözlərindən öpürəm, göz yaşlarından öpürəm şəhidlərimizin. Və mən hər vaxt inandım ki, istər aprel döyüşlərini yazanda Samid İmanov, Murad Mirzəyev, Şükür Həmidov, orada bizim Azərbaycanımızın milli qəhrəmanlarının yanında iştirak edən Anar Novruzov da mənim ürəyimdə hər vaxt nəfəsimdə, qanımdadır. Ona görə mən aprel səhərdə öz inamımla dedim ki, aprel səhəri niyə görəsən? Bulutlar üstünə qondu durnalar. Torpağa Həmətək bağrına basan bir şəhidi görüb dondu durnalar. Əlində qumbara tənhə şəhidi. Göydə ağlayırdı qərib durnalar. Ana tək, bacı tək, saçını yolur. Lələyini çöllərə sərib durnalar. Yağış tək yağırdı gözlərindən yaş. Şəhidin nəşini yurdu sanki, durnalar o səhər insan olmuşdur, durnalar şəhidi duyurdu sanki. Belə görməmişdim heç durnaları, getdiyi yolundan geriyə dönən, beyaz lələkləri qar kimi yağan, ağlaşa-ağlaşa dəliyə dönən. Axır düzülüb öz qatarına, bir matəm havası çalıb getdilər, cismini tapşırıb ana torpağa, şəhidin ruhunu alıb getdilər. Gözlərim cüt bulaqda olduqca dolsun, ölsəm də gözümü bağlamasınlar, Allahım qoy mənə nə olur olsun, şəhid anaları ağlamasınlar. Bir ana qəlbinin fəryadı ilə düşmənin səhvini pozacağım mən, zəfər nəğməsini cıdır düzündə
durna lələ ilə yazacağım mən. Həqiqətən də çox sağ olun. Həqiqətən də mən Cıdır düzündə durna lələ ilə zəfərnamə yazdım. Və söz çoxdur. Elə necə ki, Tovuz döyüşlərində şəhid olanların bu günləri General Polad Həşimov başda olmaqla hər birinin ruhu burada bizim yanımızdadır. Onların da ruhları şad olsun. Həqiqətən də Tovuz döyüşləri Qarabağa bir giriş yolu oldu. Elə də şəhidlərimizin necə ki, General Polad Həşimov, İlqar Mirzəyevin 14 iyulda şəhid olmaları, bütün xalqımızın küçələrə düşmələri, elə də Anar Novruzovun, Namiq Əhmədovun, Yaşar Babayevin, ondan sonra bütün xalq, devlət öz ordusu ilə birləşərək ya ölüm, ya zəfər deyərək minlərlə xalq küçələrə düşdü. Hərbi qamsarlıqlarını birləşərək, vətənlə birləşərək ya ölüm, ya Qarabağ deyərək bir meydana toplaşdılar. Eləcə də bu bizim şəhidlərimizə göstərilən böyük ehtiram idi xalqımızın və o gündən bu şəhidlərimizin ruhu hətta belə bir mayak olub Qarabağa gedən yol oldu. Allah rəhmət eləsin, məkanları cənnət olsun, siz də var olun. Yəni 44 günlük vətən müharibəsi üçün 2020-ci ildə sentyabrın 27-sində başlanan o vətən müharibəsində həqiqətən də şəhidlərimizin qanı yerdə qalmadı. Bir dəmir yumruq yarandı. O dəmir yumruq ki, Prezidentimizin Müzəffər Ali Başkomandanımızın o dəmir yumruq oldu ki, düşmənin başında əzdi və zəfər qalib gəldi. Eləcə də o bir şeyi xatırladım, həmişə deyirəm ki, bizim o dəmir yumruğumuz Məhəmməd Peyğəmbərimizin Həzrət Əliyə verdiyi Zülfüqar qılıncıdır. O qılıncın bir tərəfi zəka, bir tərəfi isə ədalət, haqq, ədalət. Çünki biz haqq, ədalət yolunda olduğumuz üçün zəfər çaldıq, qalib gəldik. Yaşasın o dəmir yumruq, yaşasın Azərbaycan xalqı, yaşasın hər birimiz. Və mən sözümü şəhid analarının əllərindən öpürəm, bacılarının əllərindən öpürəm. Sucaya Novruzov kimi oğulları minnətdaram ki, həqiqətən ona söz tapmıram nə deyəcəyimi. Mən şəhid analarımla görüşəndə, bacılarımla görüşəndə görürəm ki, onların axan göz yaşına dayana bilmirəm və deyirəm ki, dərdin dağlara getməsin, dərdin dağlara getsə şəhid edərsən dağları, şəhid anası. Onların içindən mənə dedilər ki, biz indi şəhid balamızı öz ruhumuzda gəzdiririk. Onun misrasına mən belə yazdım. Şəhid anasıyam, qoy bilsin eller, amma göz yaşımı boğacağam mən. Vətənimdən doğduğum şəhid balamı indi öz ruhumdan doğacağam mən. Mənimdir Kür çayı, Göyəzan dağı, hər daşım, hər qayam aslan yatağı, sinəmə dağ çəkmək istəyən yağı, görsün necə zirvə, necə dağam mən. Ah desəm ahıma dinər ulduzlar, göylərdən yerlərə yenər ulduzlar, üç rəng bayrağına dönər ulduzlar, ana görkəmində bir bayrağam mən. Oğulsuz keçsə də neçə illərin, dəhtdən ağarsa da qara tellərin, deməz qədir bilən doğma ellərin, deməz xəzən vurmuş bir yarpağam mən. Düşmənlər yurduma girməyəcəklər, bağımdan gül çiçək dərməyəcəklər, şəhidlər ölməyəcəklər, nə qədər vətən var, nə qədər sağam biz, nə qədər vətən var, nə qədər biz sağıq, şəhidlərimiz ölməyəcəklər. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, var olun, Allah amanında. Çox danışdımsa da üzürlü hesab edin, mən bəlkə də saatlarla danışaram və inanın ki, şəhidlərimizin qanı yerdə qalmadı. 44 günlük vətən müharibəsində
Çox həyəcanlıdır. Və bu ay bizim ümumi milli liderimizin 102 illiyidir. Həm də Anar Novruzovun 49 illiyi. Çox gözəl, hər vaxt Allah rəhmət eləsin hamısına. O qədər sözüm var ki, həqiqətən də o qədər qarşı fikrim, xəyalım misralar içində aza bilərəm. Bütün yazdığımı unutsam belə bir fikir tapıb yenidən yaza bilərəm. Mən bu gün sevginin içindən keçdim. Mən bu günləri şəhidlərimizin, sizin sevginizin içindən keçdim. Var olsun Masallı rayon xalqının cəmaatına və burada olan iştirakçılarımıza. Yaşasın Azərbaycan, arxam hayanım olmaz, tabım tabanım olmaz, olmasa canım olmaz. Ay mənim canım yaşa, Azərbaycanım yaşa. Yaşasın Azərbaycan xalqı, yaşasın siz, var olun, Allah amanında, sağ olun, sağlıqla qalın. İndi isə söz Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında gözəl kompozisiyanındır. Bu kompozisiyada ifa olunan şeirlər Gülamayıl Murada aiddir. Buyurun. Azərbaycanın igid oğullarından biri olan Mayor Anar Novruzov Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla xalqımızın qəlbində əbədi yer tutmuşdur. O, hərbi xidmətə olan yüksək sədaqəti, qorxmazlığı, vətənpərvərliyi ilə seçilirdi və əskərlərinə daim nümunə olmuşdu. Mayor Anar Novruzov müharibə başlarından ön cəbhələrdə vuruşmuş və qəhrəmancasına şəhid olmuşdur. O şəhid olsa da onun qəhrəmanlığı və əziz xatirəsi daim yaşayacaqdır. Ana oğul bəslədi, adına Anar dedi. Böyütdü, varlığı ilə xalqına yanar dedi. Oğul pərvəriş tapdı möhtəşəm bir məkanda. Ərlər, ərənlər yurdu qüdrətlə əkmanda. Əzəldən vətən eşqi vücudunu sarmışdı. Bu dərsi nəbilərdən, həzilərdən almışdı. Rəxmə saldı bir anda düşmənin dəstəsinə. Pərvaz edib yetişdi şəhidlik zirvəsinə. Kişinin ailəsində Ərkivan kəndində dünyaya gəldin. Ömrü boyu hərbi işlə çalışdın. Nə rahatlıq bildin, nə dinclik bildin. Sənə dedilər ki, 25 il hərbidə çalışdın, çıx təqaüdə. Dedin ki, çıxmaram ana vətəni, başı üstündədir təhdid və hədəf. Birinci Qarabağ davasına sən bir gənc tək könüllü özün getmişdin. Vətən darda idi bir oğul kimi, onun harayına özün yetmişdin. Elə bağlanmışdın ana vətənə, vətəni özünə ana bilirdin. Hər sabah ümidlə yuxudan durub, hər gün xəyallarında qanadlanırdın. Sən öz xəyalının qanadlarında Qarabağ torpağı azad görürdün. O qutsal yerlərdə nə bir özgəni, nə yabancı görür, nə yad görürdün. 44 günlük vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. İndi rahat uyu şəhidim mənim. Canımdan, uğrundan keçdiyin arzun Çin oldu. Qarabağ Azərbaycandır. Şəhidlərimizin qisası alındı. İndi şəhidlərimiz azad Qarabağda dolaşır. Vətənimin qurtuluşudur.
qürurudur anarım. Bağışla dəfninə gələ bilmədim. Qardaş, öz haqqını halal et mənə. Ölmək istəsəm də ölə bilmədim. Qardaş, öz haqqını halal et mənə. Azar bezar kəsdi bəndi bərəni. Can quşu tərk etmək istədi təni. Neyləsəm də görə bilmədim səni. Qardaş, öz haqqını halal et mənə. Dumandı, çiskindir murovun başı. Axır dayanmır gözümün yaşı. Tək qoyar mı bacı qardaşı? Qardaş, öz haqqını halal et mənə. Dolaşır sözün, söhbətin dillərdə. Səndən xəbər verir əsən yerlərdə. Şəhid bacısıyam qürbət ellərdə. Qardaş, öz haqqını halal et mənə. Elə bil yatmışam, oyanmıram mən. İçimdə ağlayır, dayanmıram mən. Qardaş itkisinə dayanmıram mən. Qardaş, öz haqqını halal et mənə. Tək təsəllim şəhadətindir. Vətənə olan məhəbbətindir. Haqqını halal et demək çətindir. Qardaş, öz haqqını halal et mənə. Qardaş, öz haqqını halal et mənə. İndi isə söz Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzinin rəhbəri, böyük tənqidçi, şair, publisist, çox hörmətli Əsəd Cahangirova verir. Salam, hörmətli Masallı rayonu ictimaiyyəti, ziyalıları, qələm adamları, müəllimləri, şagirdləri, Bakıdan gələn qonaqlar və bütün bu zalda əyləşənlər burada əyləşməyib, ruhu və qəlbi burada olanlar. Bugün biz çox əlamətdar bir hadisəni qeyd etmək üçün burada toplaşmışıq. Müqəddəs bir təqdimat deyil, adi bir hadisə deyil. Bizim müqəddəs kitabımız özü buyurur ki, şəhidlərə öldü deməyib. Şəhidlər əbədi cənnətlə mükafatlandı. Yəni, onlara ölüm söhbəti yoxdur. Və onlar hətta Allahın mərtəbəsində o qədər ucadır ki, onlar öldüyü andaca cənnətə daxil olur. Mən bu barədə danışmazdan öncə bir qədər Masallı barədə təəssüratlarımı sizlə bölüşmək istəyirəm. Hesab edirəm ki, uzaqdan gələn bir qonağın sizin şəhəriniz, rayonunuz barədə nə düşünməsi maraqsız deyil. Mən Masallının küçələrinin təmizliyi, gözəlliyi, yaşıllıq məni heyran qoydu. Və biz səhər tezdən gəlirdik, amma sürgəçilər bütün artıq alaqaranlıq idi təxminən az qala. Təmizləyirdilər bütün küçələri. Mən bir yerdə bir zibil parçası görmədim küçədə. Bu gözəlliyə görə, bu səliqəyə görə, bu səhmana görə, bax bu gözəl işıqlı zala görə, Masallı rayon rəhbərliyinə, onun icra başçısına, bax bu Mədəniyyət Sarayının işçilərinə, bu görüşü təşkil edənlərə, bizi bura dəvət edənlərə, ürəkdən gələn səmimi minnətdarlığımı bildirmək istəyirəm. Mən Gülamayır xanımı çoxdan tanıyıram. Biz bir yerdə uzun müddət işləmişik, indi də işləyirik. Hətta bir otaqda oturmuşuq 7-8 il təxminən və onun yazdığı kitablar 40-dan çox kitab yazıbdı Gülamayır xanım. Mənim gözümün qabağında yaranıb bunlar hamısı. Onların bəzən ilk oxucusu mən olmuşam, bəzilərinin redaktor olmuşam. Və mən bilirəm ki, o nə qədər böyük ürəklə, böyük məhəbbətlə, şövqlə bu kitabları yazıb hasilə gətirir. Siz görürsünüz, o çıxış edəndə nə qədər həyəcanlanırdı, nə qədər ürəkdən və səmimi danışırdı. Göz yaşlarına boğulurdu hətta. Bax, o kitabları da belə yazıbdı hamısını. Və burada danışdığı kimi də yazıbdı. Və şəhid ailələrinin qonağı olmaq, onların dərdini bölüşmək,
o qədər də asan məsələ deyil. Çox ağır bir məsələdir əslində bu. Yəni bu, bilirsiniz, onların yükünün bir hissəsini mənəvi cəhətdən, psixoloji cəhətdən öz üzərində çəkmək deməkdir. Onların yükünü yüngülləşdirmək deməkdir. Bilirsiniz, məşhur bir söz var Dədə Qorqudda, deyir, çıxan can geri gəlməz, atılan ox geri qayıtmaz. Bəli, biz yaşlı başlı adamlarıq, bilirik ki, heç bir təsəlli ilə, heç bir kitabla, heç bir sözlə o şəhid ailələrinin qəlbisinin yarasını sağaltmaq mümkün deyil. Amma buna baxmayaraq, ədəbiyyatın cəmiyyət qarşısında, insan qarşısında, zaman qarşısında, Allah qarşısında, xalq qarşısında bir funksiyası var. Onun yaralı qəlbinə məlhəm qoymaq, ona təsəlli olmaq, ona mənəvi dəstək durmaq. Bu, zaman qarşısında ədəbiyyatın borcudur. Bu müharibə bizim xalqımızın sınağıdır. Və bizim ədəbiyyatımız da bu sınaqdan keçir. O zaman ki, xalqın dərdinə şərik ola bilir. O zaman ki, onun qəlbinə məlhəm qoya bilir. Məhz Güləmayıl xanımın özünün 40-dan artıq kitabı ilə, əksərən də şəhidnamə mövzusunda yazılmış kitabları ilə ədəbiyyatın zaman qarşısındakı bu vəzifəsini yerinə yetirməyə çalışır və buna nail olur. Güləmayıl xanım vətəndaş şairədir. Güləmayıl xanım özünün kifayət qədər inanın həyatda problemləri var bəlkə də. Bəlkə də onun özünün ağrıları, acıları heç o şəhid ağrı-acılarından az deyil. Amma buna baxmayaraq mən onun bir şeirində belə görməmişəm ki, öz dərdindən ahuf eləsin, öz dərdi üçün ağlasın, o xalqı üçün ağlayır, o şəhid analar üçün ağlayır, o şəhidlər üçün ağlayır. Və bu mənada mən hesab edirəm ki, o şəhid analarının anası vəzifəsini yerinə yetirir. Onların başına sığal çəkir sanki, onların yanında olur, öz mənəvi dəstəyi ilə. Bəli, əsl ədəbiyyatın, əsl insanın funksiyası və vəzifəsi məncə bundan ibarətdir. Öz egoist dərdini unudaraq, özünü bir kənara qoyaraq başqaları üçün yaşamaq, başqaları üçün yanmaq. İnsan yalnız o zaman insan olur məncə. Əgər yalnız özünü düşünən, yalnız özünü yazan ədəbiyyat və özünü düşünən insanla heyvanın bir fərqi yoxdur. Çünki heyvan üçün əhəmiyyəti yoxdur ki, başqa bir heyvanın da balası var. Şir vəhşicəsinə ceyranın balasını parçalayır, özünü də yeyir. O umurunda deyil ki, bu da anadır, bunun da övladı var. Çünki ancaq özünü düşünür. Onun düşüncəsi ora qədərdir, o heyvandır. İnsan heyvanlıq səviyyəsindən insanlıq səviyyəsinə o zaman yüksəlir ki, o başqalarını düşünür. Həyatını, fəaliyyətini başqalarına həsr edir və sübut edir ki, mən insanam. Ədəbiyyat da o zaman həqiqi ədəbiyyat zirvəsinə ucalır ki, o şair və yazıcı xalqın dərdi ilə, insanlığın dərdi ilə yaşasın və yaratsın. Güləmayıl xanımın yaradıcılığı bu tələbə çox gözəl cavab verir. Və mən sizə öz minnətdarlığımı bildirirəm ki, Güləmayıl xanımın bu zəhmətini yüksək qiymətləndirərək bu zala təşrif buyurmuşsunuz, onu dəvət etmişsiniz və bizi bura dəvət etmişsiniz. Bu çox böyük bir diqqətin əlamət kimi qiymətləndirirəm mən bunu. Buna təkcə Güləmayıl xanıma yox, onun simasında Azərbaycan Yazıçılar Birliyinə, ümumən qələm adamlarına, ədəbiyyata olan diqqətin bir ifadəsi hesab edirəm. Mən yeri gəlmişkən deyim ki, Azərbaycan Yazıçılar Birliyi şəhidlər mövzusuna son dərəcə həssaslıqla, böyük qayğı ilə yanaşır. Bizim Yazıçılar Birliyində xüsusi hərbi vətənpərvərlik bölməsi var. Səhv eləmirəmsə, Güləmayıl xanım da onun üzvlərindən biridir. Bir neçə adam seçilibdir o bölməyə üzvlüyünə. Şəhid mövzularında, vətənpərvərlik mövzularında çox yazdığını nəzərə alaraq Güləmayıl xanımı da həmin bölməyə daxil ediblər. Və bundan başqa tez-tez bizim Yazıçılar Birliyinin Natəvan zalında müxtəlif şəhidlərin haqqında yazılan kitabların təqdimat mərasimləri keçirilir. Xocalı soyqırımı ilə bağlı, yanvar matəmi ilə bağlı, ümumiyyətcə şəhidlik, müharibə mövzuları ilə bağlı tez-tez Yazıçılar Birliyində tədbirlər olur. Bu mövzuda yazan şairlərin, yazıçıların kitablarının prezentasiyaları keçirilir, onlar dəvət olunur, onlar mükafatlandırılır və onlar diqqətdən kənarda qalmırlar. Bu əlbəttə şəhidlərə, qazilərə, əskərlərə, vətən uğrunda canını və sağlamlığını qurban verənlərə olan diqqətin ifadəsidir.
Mən ümid edirəm ki, Gülamal xanımın fəaliyyəti bu bütün indiyənə qədər dəyərləndirdiyindən daha artıq dəyərə layiqdir. Onun bu yaxınlarda 75 yaşı tam olacaq. Xanımların yaşım demək düzgün deyil, amma mənə elə gəlir ki, Gülamal xanım Nizaminin bir sözü var, deyir, çox ipək içində şirlər gizlənir. Gülamal xanım o zərif danışığına, diksiyasına, belə deyim də, qəhərə boğulmağına baxmayaraq çox qətiyyətli bir qadındır, həm də yer gələndə. Yəni o cür xırda duyğulardan yüksəkdə dayanır və ona görə də mən bunu açıb deməkdən çəkinmədim. Və ümid edirəm ki, onun bu fəaliyyəti hansısa bir formada deməli qiymətləndiriləcək, ya Çayeli rəhbərliyi tərəfindən və yaxud da dövlətimiz tərəfindən, çünki ona tamamilə layiqdir. Sizin bugün Gülamal xanımı bura dəvət etməyiniz, onunla görüşə toplaşmağınızın özü də göstərir ki, o xalq tərəfindən də sevilir. Sadəcə rəsmi dairələr tərəfindən yox, ədəbiyyat çevrələrində yox. Xalqın da tanınan, sevilən, sevgiyə, tanınmağa layiq olan deməli, yazısıdır, şairidir. Mən icazənizlə sözlərimi xalqımıza bu zəfəri bəxş etmiş Ali Baş Komandanımız, fəxrimiz və vüqarımız, qürur mənbəyimiz Cənab İlham Əliyevə, onun rəhbərlik etdiyi möhtəşəm ordumuza, məğlub edilməz ordumuza, zabit əskərlərimizə, şəhidlərimizə, qazilərimizə, bir Azərbaycan vətəndaşı və yazısı olaraq minnətdarlığımı bildirən akkordlarla fikrimin bu hissəsini tamamlamaq istəyirəm. Və hesab edirəm ki, kimsə deyirsə ki, dünyada ədalət yoxdur, o dünyanın və həyatın mənasını başa düşmür. Allahın ədaləti çox gec meydana çıxa bilər, 30 ildən sonra da meydana çıxa bilər. Amma gec, tez o ədalət zahir olur. Bizim 30 illik həsrətdən sonra şəhidlərimizin göstərdiyi fədakarlıq, qazilərimizin göstərdiyi igidlik, əskərlərimizin qəhrəmanlığı hesabına əldə etdiyimiz zəfərimiz ilk növbədə Allahın ədalətinin təzahürüdür. Allah öz ədalət tərəzisində ölçdü, biçdi, bunun üçün 30 il vaxt lazım gəldi. Bu 30 ildən sonra zəfər çələngini qəhrəman və ədalətli, haqlı Azərbaycan xalqının başına qoydu ədalət çələngini. Haqsız düşmənlərin yox, zorakıların yox, agressorların yox, müdaxiləçilərin yox. Biz hücum edən tərəf deyilik, biz müharibə istəmirik. Biz heç kimin şəhid olmasını, dünyadan nakam getməsini də istəmirik. Amma lazım gəlsə, torpağımız uğrunda, ədalətin təntənəsi naminə, namus və qeyrət uğrunda qurban getməyə, şəhid olmağa, qazi olmağa da hazırıq. Yaşasın Azərbaycan şəhidləri. Mən yaşasın sözümü təsadüfən işlətmirəm, çünki sözümün əvvəlində dedim, şəhidləri mən əsla ölə hesab etmirəm. Onlar əksinə ölməzliyin ən yüksək zirvəsinə çatıblar. Əbədi cənnətlə mükafatlandırılırlar. Mən sözlərimi Gülamal xanımın Akula ləqəbli kəşfiyyatçı kitabından bir deməli, şeirlə tamamlamaq istəyirəm icazənizlə. Əvvəla onu deyim ki, yaşasın elə şəhid ki, sözün mənasını dəyişir. Akula sözü biraz mənfi çalarlı sözdür. Biraz belə dəniz yırtıcısıdır və heç də negativ anlamlıdır. Amma görün bu şəhid nə qədər qüdrətli bir insan olub ki, onu müsbət bir sözə, onu qəhrəmanlıq anlamına gətirə bilibdir. Sözün mənasını dəyişə bilibdir. Şəhidlər bütün mənalarda bizim beynimizi dəyişirlər. Beynimizin quruluşunu dəyişirlər. Məsələn, insan adətən ölümdən qorxur. Eləmi? Ölümdən qorxur, gəlin boynumuza baxdırma. Amma şəhidlər öz ölümləri ilə göstərirlər ki, ölüm nə qədər gözəldir, nə qədər müqəddəsdir, ölümdən qorxmaq lazım deyil. Lazım gəlsə, ədalət uğrunda, vətən uğrunda ölümə getmək və ölməzliyi qazanmaq olar. Yaxşı, bir Mel Gibsonun filmi var, Cəsuriyyə filmi. Orada o əskərlərin qarşısında çıxış edir, döyüş öncəsi. Deyir ki, hamı öləcək. Və bir gün deyirsiniz, öz yatağınızda öləsiniz, 20 ildən sonra, 30 ildən sonra. Onda deyir, fikirləşərsiniz ki, kaş o döyüş günü qəhrəmanlıq göstərib öləydi, onsuz da öldüm bu gün. Amma onda bir qəhrəman kimi ölərdi, döyüş meydanında. Və o gün onlar döyüşürlər, qalib. Nəyin hesabına? Ölümdən qorxmamağın hesabına. Şəhidlər bizə ölümdən qorxmamağı öyrədirlər. Ölümün başqa bir tərəfini bizə göstərirlər. Sözün mənasını dəyişirlər bu mənada.
Gülamar xanımın yenə də yaradıcılığına qayıtmaq istəyirəm ki, o iki anar haqqında kitab yazıbdır. Biri Akula ləqəbli Anar Novruzov haqqında, bir də bizim sevimli yadçımız, xalq yadçımız Anar müəllim haqqında Dədə Anar Dastanı adlı kitab yazıbdır. Bunlardan biri bizim qılıncımızın qəhrəmanıdır, Novruzov Anar, ikincisi bizim qələmimizin qəhrəmanıdır, Anar Rızayev. Qılınc və qələm Gülamar xanımın yaradıcılığında bu mənada birləşibdir. Və mən indi qılıncı və qələmi özündə birləşdirən bu gözəl şairəmizin bir şeirini sizə oxumaq istəyirəm. Şəhidin qardaşı Sücəddinin dilindən. Qardaşım anarsızam. Üzünü doyunca görə bilmədik. Üzünü doyunca görə bilmədik. Bizə həsrət qoydun özünə qardaş. Sənsiz dilim belə həsrət qalıbdır. Qardaş kəlməsinə, sözünə, qardaş. Dərdim kədər simli sazı beləymiş, ömrün qışı belə, yazı beləymiş, görünür bəxt belə, yazı beləymiş. Nə deyim talidən yazına qardaş? Ölüm əsən yerlə, küləklə gəldi, bir iyul gecəsi fələklə gəldi. Mələklər əlində çiçəklə gəldi qanlı baharına, yazına qardaş. Daha gəlməyəcək yaş-yaşın üstə, buludlar ağlayır hey başın üstə, oğlun çətir tutur baş daşın üstə, dur, hay ver oğluna, qızına qardaş. Tali verməyibdi aman, getmisən, sən gedəli donub zaman, getmisən, bircə təsəllim var, qurban getmisən, vətənin torpağı düzünə, qardaş. Mən sizə daha bir kitab göstərmək istəyirəm. Bu kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, bizim sevimli yazıçımız, şairimiz, gözəl dostumuz Vəli Qaraçaylı'nın dünən Bakıda Rəşid Beyhudavanın mahnı teatrında yubiley gecəsi oldu, 60 illik yubiley. O xəstə idi, amma bir təhər iğnə vurdurub, dərman vurdurub gəlib otura bildi bir neçə saat orada. O çox istəyirdi bu məclisə gələn. Gülamar xanım da çox istəyirdi, mən də çox istəyirdim, Elnur da bir yerdə olmaq, bu əlamətlər günü bir yerdə qeyd eləmək istəyirdi, gələ bilmədi. Amma məndən xahiş etdi ki, bir neçə kitabını, təzə çap olunmuş Xankəndidən Turana kitabını mən masallı ictimaiyyətinə hədiyyə yaparım, təqdim eləyim əlaqədar, müəyyən səlahiyyətli şəxslərə, məktəblilərə və yaxud da kitabxanasına masallının təhvil verim və xahiş etdi ki, mənim dilimdən bütün Azərbaycanda yaşayan xalqların, etnik qrupların dəmir bir yumruq kimi birləşərək zəfər əldə etməmizdə 50-ci rol oynamasına həsr olunan dəmir yumruq şeirimi dedi. Mənim dilimdən masallı cəmaatına oxu. Mən indi şair qardaşımın xahişini yerinə yetirəcəm, onun şeirini oxuyacam və bununla da sizdən həm də üzr istəyirəm, ola bilər biraz uzun danışdım, həm də şair qardaşımın əvəzindən danışdım çünki sözümü tamamlayacam. Bir yumruq. Azərbaycanda yaşayan xalqların və etnosların zəfərin əldə olunmasında dəmir yumruq kimi birləşməsinə həsr olunmuşdur. Aramızda olanlar yadlar üçün sirr olub. Yaranandan həmişə dərd sərimiz bir olub. Birləşmişik yumruq tək, bəyan edim bir daha, vətənin dar günündə sarılmışıq silaha. Türk oğluna arxadır, onun udin sirdaşı, silahından od saçır, igid talış qardaşı. Qurban olum ləzgi tək, cəsur vətən daşına, şah dağı tək qar yarıb anaların başına. Nərə çəkir avarım, mərd saxurum can deyir, İngiloyum döyüşür, gürcüm qana qan deyir. Malakanım, Rusum da aman vermir düşmənə, vətənini sevməyən sinə gərməz düşmənə.
Yenilmezdi Kürd oğlum, Tatım, Ceklim balamdır. Haputlumun gözünde Qarabağın qalamdır. Yəhudin də uğrunda şəhid olur, ey vətən. Xınalığın, qırızın gözü dolur, ey vətən. Həm Asurum, Rutullum, Əlihlim də hayqırır, Quduqlum da savaşır, yer güclüm də hayqırır. Dua edir Qaraçım, zəfər çalsın ordumuz, çiçəklənib gül açsın, abad olsun yurdumuz. Vətən, sənin uğrunda oğullar itirdik, erməni xislətini bir dəfəlik bitirdik. Qarabağa göz dikən düşmənləri kör etdik, əlləri ilə qazdığı səngərini gör etdik. Bu tolerant ölkəmə ulu tanrım yar olsun, Azərbaycan adlanan vətənimiz var olsun. Yürekli yolda seni yarım Ocağa can kurban Azerbaycan Əzin sənə eyləyən duvarsan Can kurban Azerbaycan Savaşlardan anlaşır çıkan zaman Tarixlərə Alışmadım neçə qurban Hər qurşuda bir parçası əsir qalan Torpağına canım qurban Azərbaycan Hər uğurun gələcəyə bir yol açır Dost elə xoş niyyətin işıq saçır Hər millətə, hər məzhəbə ihtiyacı Bu cənnət canım qurban Azərbaycan Neçə gizli sərvət yatır bu cənnətdə Neçə yelkən ona parır o cənnətdə Azatlığın ahmet var bayrağında Bayrağına canım kurban Azerbaycan Başı üstə məğrur dalğalan Bayrağına canım kurban Azerbaycan Cismin için vətən olan Torpağına canım qurban Azərbaycan Ruhuma can cismin için vətən olan Torpağına canım qurban Azərbaycan Ey ana vətənim, ey doğma Qarabağ Söz yenidən şeir kompozisiyasınındır. Tələbələrimizi dəvət edirik. Gün kimi doğuldun nurlu səhərdən, almısan dərsini ulu öndərdən. Düşməsin qılıncın, görüm kəsərdən, sənsən qürurumuz, sənsən şanımız, müzəffər alibaş komandanımız. Dünyanı mat qoyub kamalın sənin, pozulmaz inşallah cəlalın sənin, olmasın heç zaman məlalın sənin, sənlə boşa olsun mehribanımız, müzəffər alibaş komandanımız. Zəfər müjdəsi tək
çağladın, əsdin, düşmənin yolunu hər yandan kəsdin. Sülhdən başqa yoxdur heç zaman qəsdin. Bədəndə ruhumuz, təndə canımız, müzəffər Ali Baş komandanımız. Yurd oldu amalın, haqq oldu andın, özünü vətənə bir oğul sandın. Haqqın keşiyində ər tək dayandın. Sənsiz keçmədi bir canımız, müzəffər Ali Baş komandanımız. Bir zəfər müjdəsi gətirdin hər gün, sərkərdə borcunu yetirdin hər gün. Qalmadı yerlərdə şəhid qanımız, müzəffər Ali Baş komandanımız. Ey əskər libası, ey boyu çınar, nə gözəl yaraşır sənə bu vüqar. Hifz eyləsin səni, qoy pərverdigar, gül çiçəklər atsın, dörd bir yanımız, müzəffər Ali Baş komandanımız. Yer üzündə gəzsən bütün qitəni, göz oxşayar yeri göyün təməni, cani dildən sevəcək vətəni. Çünki vətən müqəddəsdir, əzizdir. Vətənimin göz oxşayan çölü var, dənizi var, meşəsi var, gölü var. Bu vətəndə biz olarıq bəxtiyar. Çünki vətən müqəddəsdir, əzizdir. Hər qarışır göz oxşayır vətənin, cənnətidir bu ölkənin qitənin. Göz dağıdır Azərbaycan düşmənin. Çünki vətən müqəddəsdir, əzizdir. Bu ölkəyə oğulları dayaqdır. Gecə gündüz səngərdədir, oyaqdır. Çünki vətən müqəddəsdir, əzizdir. Çünki vətən müqəddəsdir, əzizdir. Titrək əllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini, sular tək çağlama şəhid anası. Baxırsan gəldiyi cığıra, izə, quzu otardığı çəmənə, düzə. Yaralı könlünü hey üzə-üzə, dünyanı dağlama şəhid anası. Ruhu ildırımda şimşəklərdədir, Qarabağdan əsən küləklərdədir. Həsrətli, ümidli ürəklərdədir. Çox matəm saxlama şəhid anası. Ne deyim, ne yazım, qələmim donur. İlhamın dünyası odlanır, yanır. Sənin dözümündən yağlar sınır. Qara şal bağlama şəhid anası. Yoluna su səpim, göz yaşı sıxım. Çəkməndə torpaq var, torpaq bir sıxım. Ver əsgər çəkməni, köksümə sıxım. Çəkməsində çiçək bitən şəhidim. Ayağın yerdədir, yolun göylədir. Göydən ulduz uçdu, yaran göynədir. Xəbərin oldu mu? O qız neylədir? Dönüb üfüqlərə itən şəhid. İgid poladımla hər an qoşasan. Sən elə Ağdamsan, elə Şuşasan. Can fəda etdin ki, vətən yaşasa. Bayrağa bürünüb ötən şəhid. Torpağa qan səpdin, torpaq oyandı. Qanın çiçəkləndi, bu necə qandır. Yazdın ki, Qarabağ Azərbaycandır. Sən elə vətənsən, vətən şəhidi. Doğular o gün, gələr yeni gün. Atılar bu xalqın düşdüyü düyün. Qoyular üstünə tələncin gülün. Mən də sənə bu müjdəni gətirdim. Doğum günün mübarək ey şəhidi. Düşmən çəkə bilmir, ağırdır daşım. Quruyub qalmayıb gözümdə yaşım. Məğrurdur, heç zaman əyilməz başım. Rahat yat, rahat yat ölməz igidim. Doğum günün mübarək ey şəhidim. Yaralı aslanam, hələ yatıram. Vaxt gələr tağlaram, hələ susuram. Adına zəfərdən şeir yazıram. Bilirəm, gələcək zamanım mənim. Doğum günün mübarək ey şəhidim. Bu qədər alışdım, bu qədər yandım.
coşar daha durmaz damarda qanım. Adına zəfərdən şeir yazdım. Qələbə gününü gördü gözlərim. Doğum günün mübarək ey şəhidim. İndi isə səhnəmizə Masallı rayon Ərkivan qəsəbəsinin bir saylı tam orta məktəbin şagirdlərini dəvət edirik. Şeir kompozisiyalarını səsləndirməklə. Buyurun. Mən anaram, mən Poladam Məlinqar. Mən yaşaram, ürəyimdə körpəm var. Mən şəhidəm, tək vətən sağ olsun. Sevin anam, cənnətdə bir oğlum var. Mələklər toplaşar başıma mənim, çəkərlər öz qanalların cisminə. Oğlum təqva libasına büründü, Tanrın nurun yağdıracaqdır üstünə. Ana sil gözünün yaşını mən ələ sağam, ana sil gözünün yaşını mən ələ sağam. Şuşada bülbüləm, Laçında dağam. Sanma ki ölmüşəm, bitibdir ömrüm. Mən şəhid olmuşam, cənnətdə bağam. Məğrur ol əyilmə oğlun gəlir. Aç ana qolunu, sarıl boynuma. Bağışla, ayağa dura bilmirəm. Analar inciməz, küsməz oğluna. Analar inciməz, küsməz oğluna. Bugün bir qəhrəman anırıq bizlər. Səssiz deyil, alqış doludur izlər. Anar Novruzov vətən sevdalı, can qoydu yurdu üçün oldu əfsanə. Masallı torpağı yetirdi onu, gözündə qürurla gəzdi önünü. Akula deyirdik, qorxu bilmədi, bayrağa yol açdı, şəhid seçildi. Düşmənə sipərdi, dosta arxa dağ, adıyla fəxr edir bu torpaq, bu çağ. Doğum günündə də durub baş üstə, xalqın sevgisiyle qalxır göy üzə. Anar sən ölmədin, yaşayırsan sən, yurdun hər küncündə döyünür ürək. Şəhidin ömrüyle ölçülməz zaman, əbədiyyət sənin adınla gərək, əbədiyyət sənin adınla gərək. Biz Anarın oxuduğu məktəbdə oxumuşuq və Anarın simasında olan bütün şəhidlərin ruhun qarşısında baş əyirik. Çıxış üçün sözü şair, publisist, prezident təqaüdçüsü, Rəsul Rıza mükafatçısı Elnur Uğur'a veririk. Buyurun. Salam, hər birinizi xoş gördük. Saygıdeğer yoldaşlar və bizim kimi bu dünyaya müvəqqəti mehman olanlar. Bugün, bu gözəl günü, bu qüdsiyyəti özündə yaşayan günü, məsuliyyəti ağır, şərəfli, istirarlı, çətin, həm də çox məsuliyyətlidir. Bu məsuliyyəti boynuna götürüb bizləri bura dəvət edən Masallı Regional Kollecinin direktoru, fəlsəfə doktoru Rövşən müəllimə təşəkkür edirik. Bu gözəl şəraiti bizə yaratdıqlarına görə Nizami Gəncəvi adına Mədəniyyət evinin rəhbərliyinə, işçilərinə, Masallı rayon İcra Hakimiyyətinin rəhbərliyinə, əməkdaşlarına, Yeni Azərbaycan Partiyasının rəhbəri, əziz qardaşımız, döyüşçü qardaşımıza təşəkkür edirik və ağsaqqallarımız əyləşib, onlara təşəkkür edirik. Bugün Akula ləqəbli kəşfiyyatçı kitabının həm də təqdimatıdır. Gülamayın Murad çox hörmətli tənqidçimiz Əsəd Cahangir qeyd elədi. 40-dan çox kitab yazıbdır. Mənim onunla tanışlığım 2016-cı il aprel döyüşlərindən sonra olubdur. 2017-ci ildə Azərbaycan Respublikasının milli qəhrəmanı Mayor Samid İmanov haqqında yazılan kitab var. Neftçalaya gəldi və Neftçalada Said İmanov ilə olduq. Ondan sonra Murad Mirzəyev haqqında,
Şükür Həmidov haqqında, sonra Polad Paşa haqqında, nəhayət Akula ləqəbli kəşfiyyatçı mayor Anar Novruzov haqqında. Biz Gülamayıl ana ilə birlikdə Novruzovlar ailəsinin qonağı olduq. O kitab dünyaya gəlib ingə elədiyi gündən eməklədiyi, yeridiyi, qaçdığı ta ki, hər birimizin əlindən tutduğu bu günə qədər yol yoldaşlığı elədiyi bir kitabdır, bir əsərdir. O kitabda qəhrəmanımızın, igidimizin şücaət dolu bir həyatı, dönməz iradəsi, sarsılmaz əqidəsi və vətəndaşlıq amalı tam cizgilərlə əks olunmuşdur. Kitabın özəlliyi ondan ibarətdir ki, bu torpağın yetişdirməsi böyük tənqidçimiz Profesör Vaqif Yusifli özü qeyd edir ki, mən Ərkivandan ola-ola o kitabı oxuyandan sonra bir də Ərkivanı özüm üçün tədqiq eləmiş oldum. O kitabın bir özəl xüsusiyyəti ondan ibarətdir ki, bu kitabda Ərkivandakı toponimlər, etnonimlər haqqında da kifayət qədər məlumat toplamaq olar. Yəni, bu kitab təkcə qəhrəmanlıq salnaməsini deyil, həm də yurdun tarixini, yurdun tayfa adlarını, yer adlarını, hətta hidronimlərə də gedib çıxır bəzi məqamlar. Bu kitab çox qiymətli bir kitabdır. Mən elə ümid edirəm ki, inşallah gələcəkdə bu kitabın tirajı çoxaldılacaq. Kollec tələbələri bu kitabla tam şəkildə tanış olacaqlar və Mirzəlal Paşayev adına virtual kitabxanada yerləşdiriləcək bu kitab, ondan sonra hər bir şəxs üçün, hər bir insan üçün bu kitab əlçatan olacaq. Mən bu müqəddəs işdə Gülamayla ana yorulmaz fəaliyyət arzu edirəm. Həqiqətən də bu iş çox ağırdır. Qiymətli tənqidçimiz Əsəd Cahangir qeyd elədi, hər bir şəhid ailəsi ilə görüşdükdə, hər bir şəhid ailəsi ilə həm söhbət olduqda, onların dərdini elə bil özün də çəkmiş olursan. Çünki mən özüm də Hadrut Fatihi poemasını yazanda və 13 əfsanə xüsusi təyinatlı 052 taborunun 13 şəhidə haqqında yazanda, o ailələrlə görüşəndə gördüm ki, Gülamayıl ana nələr çəkilmiş, nələr yaşayırmış. Ona bir daha şahid oldum. Bu müqəddəs işdə sizə uğurlar arzulayırıq. Allah Teala Mayor Anar Novruzova və Mayor Anar Novruzovun timsalında Azərbaycanımızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məqamları uca olsun. Diqqətinizə görə təşəkkür edirəm. Sizlərin qarşısında şəhid bacıları baş edirəm. Var olun. Tədbirimizdə son şeir nümunəmizi təqdim etmək üçün tələbəmizi dəvət edirik. Buyur. Salam şəhid anası. Mən də sənin bir balan. Olmasan da qəhrəman, Şuşa, Kəlbəcər alan. Sənin oğlun tapşırıb səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası. Sən necə qürurlusan? Dağ boyda oğlun gedib yenə də dik durmusan. Ağappaq saçlarından nur saçılır, nur ata. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid bacısı. Dağ gördün, dağ itirdin. Üzü nurlu bir igid, arxa ayaq itirdin. İndi bütün igidlər qardaşımdır ay bacı. Sən şəhid bacısısan. Sənə yoxdur tay bacı. Salam şəhid qardaşı. Yaş tutmasın gözünü. Hər an şəhid olmağa hazır eylə özünü. Sənin qardaşın sonra mənim qardaşım gedər. Sonra mən, sonra sən, sonra da bütün igidlər. Salam şəhidin yarı. Bilirəm darıxırsan, bir ümid gələr deyə pəncərəyə baxırsan.
Bilirsən gəlməyəcək, yol yoxdur daha geri. Şəhid olub igidin, cənnətdir onun yeri. Səni şəhid övladı, boynunu bükmə qəti. Çünki heç bükülmədi atanın şux qaməti. Şəhiddir sənin atan, ay ölkəmin çırağı. Şəhidlər diri qalar, şəhidlər ölməz axı. Şəhidlər diri qalar, şəhidlər ölməz axı. 3 kitab göndərdi. Birini Rövşən müəllimə verəcəm. Birini Elnur Uğur'a verdim artıq. Yox idi. Dedi birini də orada ən yaxşı çıxış edən şagird, tələbə və o kim olsa ona bağışlayarsan. Bugün bu cavan oğlanın kollec tələbəsidir, yəni Rövşən müəlliməsinin tələbəsi. Çox gözəl, çox ürəkdən, çox gözəl bir şeir dedi. Ona görə də qoy bu kitab, Vəli Qaraçaylının bu kitabı, burada çoxlu şəhidlik mövzusunda, vətənpərvərlik mövzusunda, bayrağımız haqqında, dövlətimiz haqqında, Turanımız haqqında şeirlər var. Bu sənin stolüstü kitabın olsun və sənin timsalında bütün gənclərimizin stolüstü kitabı olsun. Onlar da lazım gəlsə, vətən uğrunda qan tökməyə, yaşamaq hüququndan belə keçməyə, Anar Novruzov kimi hazır olsunlar həmişə. Həvəsimə bildirdi ki, mənim də vəzimdən 5 ulduz, yəni 5 şəhidimizə həsr olmuş bu kitabı bu cavan oğlana. Adın necədir? Mirzəxana bağışla. Buyur.
gecə könlüm dastana döndü, dastana döndü, dastana döndü, dastana döndü. Gel bilin ki sen benimsen. Yurdum, yuvam, meskenimsen. Ana, doğma vətənimsən. Ayrılar mı? Könül candan. Azerbaycan, Azerbaycan. Büyük gururuyla diyebiliriz ki Füzuli bizimdir, Cebrail bizimdir, Zengilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan. Novruzov, Şəhid Mayor Anar Novruzovun oğluyam. Mən Masallı Dövlət Regional Kollecinin 3-cü kurs tələbəsiyəm. Başda şəhid ailələri və kollecimizin direktoru Rövşən müəllimə dərin təşəkkürlərimi bildirirəm və tədbirdə iştirak edən qonaqlarımıza. Sizə təşəkkürlərimi bildirirəm ki, şəhidlərimizin hörmətlə, izzətlə, diqqətlə yad edirsiniz. Hər birinizə təşəkkür edirəm. Sözü şəhid Anar Novruzovun qardaşı Sücəddin Novruzova verir. Buyurun. Öncədən deyim ki, tədbir məni çox qürurlandırıb, həm də kövrəldir. Birinci, hər birinizə minnətdarlıq edirəm ki, burada iştirak edirsiniz. Ən böyük minnətdarlığım Güləmayıl xanımadır. Güləmayıl xanım dahi bir insandır. Tanıyanlar bilir. Burada yerinə düşərdi ki, Qənirə xanım Paşayevanı yad edək. Ona görə ki, bu kitabın, ümumiyyətlə şəhidlər haqqında kitabın yazılması Qənirə xanım Paşayevanın təşəbbüsü ilə oldu. Sonradan elə alındı ki, mən Güləmayıl xanımdan xahiş etdim ki,
benim kardeşim hakkında ayrıca bir kitap yazılsın. Ve Gülmay Hanım çok sağ olsun ki razılıq verdi. Gülmay Hanım, sizin karşınızda baş əyirəm, sizə minnətdarlığımı bildirirəm. Çok sağ olun ki belə bir kitabın ərsəyə gəlməsində bizə köməklik göstərdiniz. Biz sadə bir kətçi ailəsiyik, ailəmizdə 10 uşaq böyüyüb, əlkivanlıyıq. Ailəmiz elə də məşhur ailə olmayıb, baxmayaraq ki, mən dünyanın ən məşhur universitetlərini qurtarıb Azərbaycanda xidmət edirəm. Azərbaycandan əvvəl xaricdə uzun müddət işləmişəm. Elə də tanınan adam olmamışıq. Biz bugün kiçik qardaşımız, evimizin kiçiği olan Anar Novruzova'la əlaqədar, onun şəhid olması ilə əlaqədar artıq Azərbaycanda tanınmışıq. Hər yanda hörmətlə, izzətlə qəbul olunuruq. Və bu işin, bu kitabın ərsəyə gəlməsində zəhməti olan bütün insanlara çox sağ ol deyirəm. Rövşən müəllim, çox sağ olun bu tədbirə görə, çox gözəl bir tədbir hazırlanıb. Mən doğrusu gözləməzdim. Vəzifəmə görə Azərbaycanda yüksək səviyyəli tədbirlərdə iştirak edirəm. Bu tədbir heç də onlardan geri qalmır. Bəlkə yaş səviyyəsinə, məktəb səviyyəsinə görə onlardan çox irəlidədir. Sizə, sizin kollektivə, burada iştirak edən hər birinizə minnətdarlığımı bildirirəm. Ailəmiz adından çox sağ olun deyirəm. Qürurluyam, çox danışa bilmirəm. Əvvəl yaş fərqinə görə Anar mənim qardaşım idi. İndi isə mən Anarın qardaşıyam. Qürurla xarf edirəm. Üstünde cejim var. Ama tut ağacının başı kesilipti. Dedim kardeş sizden xahiş edirəm, bu tut ağacı mələkələr ağacıdır. Rəhmətli nənəm deyirdi ki, bu tut ağacının dibine su tökməyin. Mələkələr orada oynayır, orada yatırlar, orada dururlar. Sen Allah o tut ağacını büyüttün mü? Bəli. Tut ağacı küləkdə açdı, amma yeridən pöhrələnir. İnşallah əvvəlki vəziyyətdə gəlib çıxacaq. Ben bilirəm siz o tut ağacını necə sevirsiniz. Sevirəm. Çünkü orada olan uşaqları sevirəm, orada olan ruhları sevirəm, orada olan ata ocağını sevirəm. Ben oranı özüme bir ata ocağı seçtim. Sizin böyüklüğünüzü alqışlayıram. Siz əsl bizim klasik Azərbaycan kişilərinə məxsus olan xasiyyətdə olan bir insansınız. Sizə minnətdaram. Var olun. Eləcə də Nihat balaca bir uşaq idi. Qurban olsun nənə sənə Nihat. Canım ciyərim. İndi maşallah məndən hündür durur. Bir de Masallı xalqına öz minnətdarlığımı bildirirəm. Mən də sizin üzvünüz hesab edirəm. Mən buranın qızıyam, mən buranın evladıyam, Azərbaycanlıyam. Amma mən Masallının Ərkivan kəndindənəm. O füsunkar, əfsanəvi olan Ərkivan kəndində həqiqətən meşəliyindən çaylarına, özlərinə vuruldum. Və sizin xalqa vuruldum, Sücəddin qardaşın timsalında, onların bacılarının timsalında, o ocağın timsalında. Gür yansın ocağınız, qurban olun Sücəddin müəllim. Bütün Masallı xalqının ocağı gür yansın. Bütün Azərbaycanımızın, Türk dünyasının, Turan ellərinin ocağı yansın. Bununla da tədbirimiz sona çatır. Bütün qonaqlarımızı, iştirakçılarımızı səhnəyə xatirə şəkli üçün dəvət edirik. Buyurun. Çəkirəm. Bir də. Çəkirəm.